Yaxın Şərqdə iplər tarıma çəkilir. İsrail və Suriya arasındakı gərginlik növbəti fazaya keçir. Təl-Əviv Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz bu barədə açıq mesajlar verirlər. Druzların müdafiəsinə qalxan Təl-Əviv keçid hökumətinə növbəti dəfə xəbərdarlıq edib. Netanyahunun kabineti druzlar üçün təhlükəli vəziyyətin yaradılmasına qarşı olduğunu açıqlayıb. Analitiklərin fikrincə Əhməd Əl-Şəranın kabinetdə druzlara da yer verməsi ölkə daxilindəki xaosu yatırmayıb. Bu, problemin həllindən çox münaqişənin alovlanmasına səbəb ola bilər. İsrail bununla həm şimal təhlükəsizliyini qorumaq, həm də Suriyanın güclənməsinin qarşısını almağa çalışır. Amma bu bütün hallarda regionda gərginliyi artıracaq bir addımdır və druzların bu dənli üsyanlar qaldırması, mərkəzi hakimiyyətlə açıq toqquşmaya getməsi Suriyada yenidən gərginliyin alovlanma riskini artırır. Bu həm də Türkiyə ilə İsrail arasında Bakıda imzalanan sazişin də müvafiq bəndlərin pozulması deməkdir. Çünki hər iki tərəf Suriyada sabitlik məsələsində ortaq mərkəzə gəlmişdilər. Təl-Əviv Qolan təpələrinə əlavə qoşunlar yeridib. Həmçinin baş verən hadisələrə görə İsraildə druzlar aksiya keçiriblər. Onlar Suriyada davam edən məzhəb zorakılığını etiraz ediblər. Yerli medianın məlumatına görə etnik qruplar arasında olan münaqişə mərkəzi hakimiyyət üçün ciddi problem yaradır. Keçid dövr yerli druz liderləri ilə atəşkəs barədə razılığa gəldiyini bildirib. Gərginliyin artması gözlənilsə də Dəməşqin münaqişəni alovlandırmayacağı düşünülür. İsrail də uzun müddətdir ki, həmin druzların İsrail vətəndaşlığını qəbul etməsi üçün belə deyək, iş aparır. Təhlükənin sovuşduğunu və druzlarla mövcud hakimiyyət arasında razılaşmanın əldə edildiyini nəzərə alsaq, İsrailə qarşı sərt cavab tədbirlərinin görüləcəyini düşünmürəm. Çünki bu, İsrailə yeni hücumlar üçün əlavə bəhanələr vermiş olur. Toqquşmalarda 100-dən çox insanın öldürüldüyü bildirilib. Druz icması bunu soyqırım kimi qiymətləndirib. Təl-Əviv bu müddət ərzində ilk dəfə druzları qorumaq məqsədi ilə hücumlar həyata keçirib. Netanyahunun kabineti keçid hökumətini cihadçılar adlandırır. Bu səbəbdən Suriyada Bəşər Əsəd devrildikdən sonra İsrail açıq şəkildə druzları qoruyacağını bəyan edib.